Səhər oyanarkən bu sözləri deyin. Mən bugün xoşbəxtliyi seçirəm. Bugün uğuru seçməyə qərar verdim. Bugün düzgün fəaliyyət tərzinə qərar verdim. Bugün sevgini və bütün yaxınlarıma qarşı xeyirxahlıq seçirəm. Bugün mən sülhü seçirəm. Bu qərarları həyat, sevgi, maraqla doldurun və bilin ki, siz xoşbəxtliyi seçibsiniz. 6. Gündə bir neçə dəfə sahib olduğunuz nemətlərə görə şükür edin. Bundan başqa ailə üzvlərinizin, həmkarlarınızın və bütün bəşəriyyətin əmin-amanlığı, xoşbəxtliyi və rifahı üçün dua edin. 7. Siz səmimi qəlbdən xoşbəxtlik arzulamalısınız. Qızğın arzu olmadan heç nə həyata keçməyəcək. Emosional yetkin insan öz yaxınlarının tənqid və danlığına heç vaxt negativ reaksiya vermir. Kim ki eyni şəkildə əvəz çıxmaq fikrinə düşürsə, o avtomatik olaraq rəqibinin əqli səviyyəsinə inmiş olur. Öz məqsədinizi heç vaxt gözdən qaçırmayın və heç bir insana və həyat şəraitinə sizi daxili sakitlik, tarazlıq və sağlamlıqdan məhrum etməyə imkan verməyin. Harmonik insani münasibətlər üçün sevginin anlamı. Psixoanalizin məşhur Avstriyalı banisi Sigmund Freud deyirdi ki, sevgisiz insan şəxsiyyəti zəifləyib məhv olur. Sevgiyə anlayış, hər bir insanda yaşayan ilahi başlanğıca ehtiram və onun qəbul olunması aiddir. İnsandan nə qədər sevgi və xeyirxah fikirlər çıxarsa, hər tərəfdən bir o qədər özünə qayıdar. Başqasının şəxsi ləyaqət və özünə hörmət hissini təhqir edən kəsə həmin adam heç vaxt dost olmayacaq. Xoşbəxtlik daxili sakitliyin bəhrəsidir. Fikrinizi dinçlik, təmkinlilik, təhlükəsizlik və ilahi idarə üzərində cəmləşdirin. O halda sizin ağlınız xoşbəxtlik qaynağı olacaq. 11. Xoşbəxtliyə gedən yolda əngəl yoxdur. Zahiri hadisələrin heç bir əhəmiyyəti yoxdur. Onlar heç vaxt səbəb olmur. Özünüzə məxsus yaradıcı prinsipə istinad edin. Hər fikir səbəbdir. Hər yeni səbəb isə yeni hərəkətlər doğurur. Xoşbəxtliyi seçməyə qərar verin. 12. Ən xoşbəxt insanlar hər şeyi ən yüksək səviyyədə edənlərdir. Hər bir insanın qəlbindəki ən yaxşı və ən ali olan Tanrıdır. Hər birimizin içində Tanrı hakimiyyəti var. Qızğın arzu olmadan heç nə həyata keçməyəcək. Qızğın arzu, fantaziya və inamın qanatlandırdığı arzudur. Arzunuzun həyata keçdiyini təsəvvür edin. Onu gerçəkləşdiyinə inanın və o gerçəkləşəcək. Bu zaman əldə etdiyiniz sevinç sizin dualarınızın gerçəkləşməsidir. 8. Uzun müddət özündə qorxu, qəzəb, nifrət və uğursuzluq hissini ağlında saxlayan kəs özünü mütləq şəkildə məyus və bədbəxt hiss edəcək. Hər zaman yadda saxlayın, həyatınız ağlınızda formalaşır. 9. Xoşbəxtliyi bütün dünyanın puluna belə ala bilməzsiniz. Bəzi milyonçular xoşbəxtdir, digərləri yox. Cüzi maddi imkanı olan bir sıra adam xoşbəxt, digərləri isə bədbəxtdir. Bir sıra subay insan çox xoşbəxtdir, digərləri çox bədbəxt. Xoşbəxtlik sizin fikir və hissinizi idarə edən rejimdir.